Xeyransə nənə Gəncədəki 2 mərtəbəli böyük həyəti olan Dədə-baba evində yaşayırdı. Həyətindəki meyvə ağacları sanki illərin sirrini özündə saxlayırdı. Bir küncdə isə qoca od qoxulu təndiri vardı. Nənə ayda bir dəfə təndiri alovlandırar, çörək bişirərdi. İsti çörəyin qoxusu həyəti bürüyərdi. Elə bil evin hər daşına şirin bir nağıl pıçıldayırdı. Hamı ona deyirdi, niyə özünü bu qədər əziyyətə salırsan ay Xeyransa, sənin təndirə çörək yapan vaxtın deyil axı. Amma nənə deyərdi, xeyr, nə qədər canımda can varsa bişirəcəm. Təndiri boş qoymazlar. O ərindən qalmış, içi sırıqlı qalın drap paltonu 2 qatlayıb təndirin başında saxlayırdı. Çörək bişirəndə dizlərini həmin paltoya qoyar, təndirə əylərdi. Gəlin indi görək Xeyransə nənə kim idi? Əvvəla o, bəy nəslindən idi. Çox zabitəli, hökmran bir qadın. Hər kəs, oğul, uşaq, qohum, qonşu ondan çəkinərdi. Onun var dövləti dillərdə əzbər idi. Əfsanələr danışılırdı. Güya onun qızıldan samavarı var, güya evindəki divar saatının əqrəbləri də qızıldandı. Lakin zamanın sərt illəri nəsildən nəsilə ötürülən var dövləti əritmişdi. Buna baxmayaraq Xeyransə nənənin yenə də 150-yə yaxın qızıl onluğu vardı. Bu pulların nə yerini, nə sayını Xeyransə nənədən başqa heç kəs bilmirdi. Xeyransə nənənin 3 övladı vardı. 2 oğul, bir qız. Böyük oğlu vaxtsız rəhmətə getmişdi. Ondan bir oğul nəvəsi vardı. Təhməz. O biri oğluna və qızına ev almış, evləndirmiş, onlar ayrıca yaşayırdılar. Nənə deyirdi, belə yaxşıdır, onda adam hörmətli olur. Özü isə ata tərəfdən qohumu olan Təranə ilə yaşayırdı. Təranənin övladı olmadığı üçün ailəsindən ayrılmışdı. Xeyransə nənəyə sığınmış, Xeyransə nənənin qulluğunda dayanır, onun qeydinə qalırdı. Bazar onların evinin yaxınlığındaydı. Xeyransə nənə bazarlıq etməyi sevirdi. Bazara gedəndə həm alış-veriş edir, həm də tanış bilişlə görüşür, təzə xəbərləri öyrənirdi. Bu sabah da zəmbilini götürüb bazara yollandı. Təzəcə bazara girmişdi ki, qarşısını bir qaraçı qızı kəsdi. Nə yaman fikir edirsən, nənəm? Xeyransə dedi, mən sənə pul verən deyiləm, qaş görüm. Səndən pul istəyən yoxdur, Xeyransa. Xeyransə nənə adını eşidib dayandı. Qız davam etdi. Fikir edirsən ki, malını, mülkünü kimə verəsən? Nə oğluna, nə də qızına ver. Böyük nəvənə ver. O sənin var dövlətini artıracaq. Oğluna, qızına verdin, bir ilin içində havaya sovuracaqlar. Qız sözünü deyib gözdən itdi. Xeyransə nənə bir an dondu. Amma sonra özünü toparlayıb bazarlığını tamamladı və evə qayıtdı. Darvazadan içəri girəndə Təranə qabağına yüyürüb zəmbili əlindən aldı və mətbəxə apardı. Dalınca Xeyransə nənə gəldi. Ay Təranə, bir stəkan çay ver, boğazım qurudu. Buyur, nə oldu sənə belə? Pərişansan? Az qoy bir özümə gəlim, başıma iş gəlim. Uy Allah məni öldürsün, nə oldu ay Xeyransə? Bir qaraçı qızı qabağımı kəsdi. Təranə təəccüblə ona baxdı. Az sən onlara inanırsan. Yox Təranə, qulaq az. Nələr dedi, o balaca qız nələr dedi. Xeyransə nənə hər şeyi olduğu kimi danışdı. Axırda da mənə dedi, inanmırsansa onda özün yoxla. Təranə əllərini bir-birinə çırpdı. Uy başıma xeyir, nətər yoxlayaq? Xeyransə nənə dedi, qoy özümə gəlim, fikirləşəcəm. O otağına keçib qapını örtdü. Günortaya Təranə dadlı yarpaq dolması bişirmişdi. Dolmanın ətri mətbəxin içinə hopmuşdu. O süfrəyə sarımsaq qatıq, göyərti, pendir,
şaftalı şirəsi qoydu. Xeyransa nənə də həmişəki kimi küncdəki yerində rahatca oturmuşdu. Dolmadan çəkib Xeyransa nənənin və öz qabağına qoydu. Xeyransa dedi: Təranə, yeməyini ye, sonra Nərimana bir də Samiləyə zəng et. De ki, ananız xəstələnib 3 gündür iştahası kəsilib. Təhməsə də de. Yaxşı, deyərəm. Sonra Xeyransa nənə 40 illik qonşusu, həm də rəhmətlik ərinin dostu olan həkim Arifə zəng etdi. Onunla da nə haqdasa danışdı. Bir saatdan sonra Samilə tələsik içəri girdi. Mama, sənə nə olub? Xeyransa nənə çarpayıda uzanmışdı. Yorğanı sinəsinə qədər çəkmişdi. Ağrıyıram, ay Samirə. Hər yerim ağrıyır. Arifəmə demisən? Hə, gəldi baxdı. Ağlı bir şey kəsmədi. Samirə dodağını dişlədi. Qoy Nəriman gəlsin, görək nə edirik. Birazdan Nəriman da gəldi. Ayaqqabısını belə çıxarmadan tələsik otağa keçdi. Ay mama, necəsən? Təranə bizi qorxutdu. Nəriman, qadan alım. Hər yerim ağrıyır. Hər yeri duman görürəm. Samirə dedi, Nəriman, Arif həmi bir də çağır. Görək nə deyir. Çox keçmədi, Arif həkim gəldi. Ciyərlərinə qulaq asdı, təzyiqini ölçdü. Bilirsiniz, əlimdən gələni etmişəm. Siz də uşaq deyilsiniz, hər şeyə hazır olmalısınız. Otağa sükut çöktü. Samirə ilə Nəriman bir-birinə baxdı. Elə bu vaxt Təhməz içəri girdi. Hamı ilə salamlaşıb çarpayının ayaq ucunda oturdu. Nənə, nə olub sənə? Ağrıyıram, ağrıyıram ay balam. Təhməz dedi, heç nəyin yoxdur, 1-2 günə qalxacaqsan. Sonra üzünü həkimə tutdu. Həkim, nənəmə nə lazımdır, deyin. Arif həkim yenə 2 başlı danışdı. Balam, indi özünüz bilirsiniz də, adam yaşlıdır. Yemir, içmir, dərman dava edirik, amma... Nə amma? Nərimanın səsi sərtləşdi. Həkim biraz astadan dedi. Daşkəsəndə bir ara həkimi var. Otlarla müalicə edir. Samirə dedi, Arif əmi, indi nə zamanədir ki, otlarla müalicə olar? Otaqda hava ağırlaşdı. Xeyransa nənə yorğanın altından hamını süzürdü. Nəriman əsəbi halda ortalıqda dayanmışdı. Ay Arif əmi, bir də buradan Daşkəsənə gedək. Burada bir alaş yoxdur. Arif həkim dodağını büzdü. Mən demirəm ki, hökmən gedin. Amma eşitmişəm o ara həkimi neçə ağır xəstəni ayağa qaldırıb. Təhməz dedi, mən gedərəm Arif əmi. Sən onun yerini, yurdunu, adını öyrən, sabah tezdən gedərəm. Tələsmə, mən yerini dəqiq öyrənmişəm. Amma o indi orada yoxdur. Onu başqa yerə xəstə üstünə aparıblar. 3 gündən sonra gələcək. Mən xəbər bilən kimi sənə deyərəm, gedib gətirərsən. Gözünün ucu ilə isə nənəyə baxdı. Ehtiyatla razılığını bildirdi. Bu onların qabaqdan hazırladığı plan idi. Xeyransa nənə ürəyi ağrıyırmış kimi həkimə baxdı. Ay həkim, 3 gün deyirsən, bəlkə mən heç 3 günə qalmadım. Nəriman ilə Samirə təşviş içində baxışdılar. Arif həkim ciddi səslə dedi, xəstəyə sakitlik lazımdır, otağı tərk edin. Nəriman və Samirə mətbəxə keçdilər. Nəriman pıçıldadı. Bacı, nə edəcəyik? Əgər anamıza bir şey olsa, qızılların yerində bilmirik axı. Samirə gözlərini qıyıb dedi. Bu divanın yanındakı dolabın üstündəki sandıqca var ha, orada olacaq. Açarı da mamam həmişə boynundan asır. Görməmisən? Görmüşəm, amma dəqiq bilmirik ki, orada nə var. Sonra Nəriman dedi, Təranə bilər, o bütün günü yanındadır, gərək ondan soruşaq. Amma ehtiyatla. Sonra Nəriman dedi, mənə indi pul çox lazımdır. İstəyirik qızı Londona göndərək. Dizayner olmaq istəyir. Çoxdankı arzusudur. Samirə əlavə etdi. Rizvanın da işləri yaxşı getmir. Deyir, pul olsa bir iş açaram.
Nəriman əsəbləşdi. Ay Samirə, adam tapmadın ərə getməyə. Bunun nə vaxt pulu olacaq? Nəriman, indi onun yeri deyil. Yaxşı bilirəm. Amma buradan pul almaq olmur axı. Bu pullar həm də bizimdir də, bizim babamızdan qalıb da. Samirə qısa dedi. Təranəyə ümidimiz. Xeyransa nənə təranəyə tapşırmışdı ki, onların danışıqlarına qulaq assın. Təranə artıq qapının arxasında idi. Onlara diqqətlə qulaq asırdı. İndi növbə təranənin idi. Xeyransa və Arif həkim rolunu inandırıcı oynamışdılar. Təranə mətbəxə daxil oldu. Samirə soruşdu. Ay Təranə, mamama nə oldu birdən-birə? Axı yaxşı idi. Təranə ah çəkdi. Xeyransa deyib, heç kimə demə. Amma sizə deyəcəm. İkiniz də bilməlisiniz. 3 gün bundan qabaq mənə dedi, Təranə gətir bir kəsə xına islat. Xınamın vaxtıdır. Sonra məni ikimizdir, Seyranın vaxtını qaçırtmayaq. Mən də o dediyi kimi etdim. Elə ikimizin də fikri serialda qalmışdı ki, vaxtında çataq. Şimdi çıxdı, oturduq, baxdıq. Bu serialın da elə pis yeri idi ki, arvadın oğlu ölür, özü xəstəxanaya düşürük. Elə serialdan danışa-danışa yatdıq. Bir də səhər 7-də Xeyransa məni çağırdı. Təranə, sandığın açarı boynumda yoxdur. Bütün gün axtardıq, tapmadıq. Baxmadığımız yer qalmadı. Xeyransa dedi, yemərəm, içmərəm, mənim açarım tapılsın. Nəriman dedi, ay Təranə, yaxşı axtardınız. Bu iynə deyil axı. Ay Nəriman, ikimiz də axtarmadığımız yer qoymadıq. Xeyransa düşdü yorğan döşəyə. Mən də məcbur oldum, Arif həkimə zəng etdim. O da gəldi, baxdı, bir şey başa düşmədi. Xeyransa deyir, heç kim bilməsin. Səs yayılsa biabır olarıq. Amma bir şey də deyim, öz aramızda qalsın, bilməlisiniz. Bu açarın itməyi Xeyransaya çox pis təsir etdi. Dedi Xeyransa, mən əgər buradan qalxsam, söz verirəm ki, sandıqçanı açacağım. İçində nə var, verəcəm uşaqlara, canım qutarsın. Nəriman dedi, Samirə, bəlkə biz də axtaraq. Təranə dedi, vallah yaxşı olar. Biz əldən, ayaqdan düşdük. Təranə sandıqçanın açarını hamamda məhraba asılan asılqana keçirtmişdi. Üstündən də məhraba asmışdı ki, güya görməyiblər. Təranə Xeyransa nənənin otağına keçdi. Qaş gözlə, himcimlə başa saldı ki, hər şey qaydasındadır. Xeyransa nənə dedi, ay həkim, sən daha get, elə Təhməz də getsin, uşaqlar buradadır. Həkimlə Təhməz qalxdılar. Nənə, narahat olmayın, kənd həkimini tapıb gətirəcəm. Xeyransa nənə dedi, Allah sizdən razı olsun, gedin, gedin. Qapı örtüləndən sonra Təranə dedi, hər şey qaydasındadır, açar axtarırlar. Xeyransa nənə güldü, qoy axtarsınlar. Evdə siyirtmələr açılır, bağlanır, dolaplar taqqıldayır, şaqqıldayır. Nəriman və Samirə sanki ev axtarmırdılar, xəzinə qazırdılar. Bəlkə hamama baxaq, Samirə dedi. Baxaq da, bir ora qalıb. Hamamda hər şey qaydasında idi. Dəsmallar yerində, məhraba asılmış halda. Açar məhrabanın altında sakitcə sallanırdı. Elə bu anda hamamdan səs gəldi. Tapdım! Xeyransa nənə güya sevindi. Qalxıb oturdu. Ay səni sağ ol, hardaydı? Hamamdan asılmışdı ay mama. Nəriman dedi. Xeyransa nənə başını yellədi. Bu açar məni öldürdü. Gəlin sandıqçanı açaq, içindəkiləri bərabər öz aranızda bölün. Xeyransa nənə açarı salıb vurdu. Sandıqça açıldı. İçində brilyant üzüklər, sırğalar, qolbağlar, boyunbağlar və bir neçə qızıl kişi qol saatları vardı. Nəriman və Samirə bir-birinə baxdılar. Onlar sandıqda qızıl onluqlar gözləyirdilər.
Xeyransə nənənin gözündən qaçmadı. Nə oldu? Götürün, hamısını sizə verirəm. Aranızda bərabər bölün. Nəriman dedi, mama, bəs qızıl onluqlar? Valla, sizi nə ilə böyütmüşəm, nə ilə oxutmuşam, nə ilə evləndirmişəm, toy etmişəm. Hələ indiyə qədər də edirəm. O qızıl onluqların dibi dəryadaydı. Samirə dedi, yox ay mama, sağ ol. Və sandıqda olanları aralarında böldülər. Xeyransə nənə onlara baxıb dedi, bəs Təhməz, onu unutdunuz? Nəriman və Samirə sustular. Nəriman dedi, mama özün dedin ki, ikinizündür də. Yaxşı, bunlar sizin halal xoşunuz olsun. Bu evi də Təhməzə verəcəm. Sabah Xeyransə nənə Təranəni çağırdı. Təranə, dur, notariusa gedirik. Notariusdan sonra Təhməzi çağırdı. Təhməz nənəsini sapasağlam görüb təəccübləndi. Nənə, xeyirdir. Xeyransə güldü. Fikir vermə, nənənin oyunuydu. Təhməz, bu evi sənə bağışlayıram. Amma məndən sonra bu evdə ağ birçək Təranədir. Təranə kövrəldi. Sənə qurban olmaya Xeyransə. Xeyransə əlini qaldırdı. Sən mənim ata nəslimdənsən. Bizə sığınanı biz heç vaxt atmarıq. Təranə mənə ana bacı olub. Təhməz, sən ona o nə qədər yaşasa baxacaqsan. Təhməz dedi, bu mənim borcumdur nənə. Xeyransə gözlərini qıyıb dedi. Hə, bəs niyə soruşmursan ki, ay nənə, qızılların hanı? Təhməz güldü. Nə deyirsən ay nənəsən? Bilirəm, sənə pul lazımdır. İşini böyütmək istəyirsən. Təhməz həvəslə başladı. Nənə, bilirsən də, kişi yun köynəkləri, şarfları, əlcəkləri, corabları istehsal edirəm. Sifarişim yaman çoxdur. Amma sexim kiçikdir. Dəzgahım da çatmır. Pul olsa, ideyalarım aşıb daşır. Kənddən torpaq götürərəm, qoyun saxlamaq istəyirəm ki, yun özümüzdən olsun. Ətini də satarıq da. Hesablamışam, nə qədər pul qoysam, 3 qat artığını götürəcəm. Amma hələ edə bilmirəm. Əlimdə mayam yoxdur. Xeyransə nənə ilə Təranə elə maraqla qulaq asırdılar ki. Xeyransə dedi, nənən ölməyib ki. Təranə, get təndirin başındakı qara paltonu gətir. Təranə çaşdı. Paltonu neynirsən, ay Xeyransə? Gətir, gətir. Təranə paltonu gətirdi, qoy yerə. Get mətbəxdən iti bir bıçaq gətir. Təranə bıçağı da gətirdi. Təhməz, bıçağı götür, paltonun astarını kəs. Təhməz maraqla bıçağı götürüb astarı kəsdi. İçindən qızıl onluqlar döküldü. Təhməz güldü. Nənə, ay səni, hamının gözünün qabağında gizlətmisən deməli. Təranə əyilib pulları yığmağa başladı. Nə qədər də Xeyransə? Xeyransə nənə dedi, çoxdur. Ağıllı adam bunu 1-ə 5 artırar. Təhməz dedi, and içirəm nənə, artıracam. Məndən sonra gələcək nəvə nəticələr də yararlansınlar. Xeyransə başını tərpətdi. Bilirəm, amma əmini, bibini unutma. Çətinə düşsələr kömək elə. Bibinin əli bivecdir də, bilirsən. Əmindəki arvad sözünə baxandır. Əlin həmişə onların üstündə olsun. Baş üstə nənə, narahat olma. Təhməz sevinirdi. Amma qızıl pullara görə yox, arzularını həyata keçirəcəyinə görə. Xeyransə dedi, Təranə, dur samavarı qoy. Yaxşı çay dəmlə. Hə, bir də mənə döşəkçə düzəlt. Təndirin başına qoyacağım. Əziz dostlar, Xeyransə nənənin bu hekayəsi xoşunuza gəldisə, videonu bəyənin, kanala abunə olub, zınqrov işarəsini aktiv etməyi unutmayın. Fikirlərinizi də şərhlərdə yazın. Yeni hekayələrdə yenə görüşmək ümidi ilə. Sağ olun.